Salam, mən Təbəssüzadə. Deməli, Heydər Babanın salamın ikinci hissəsindən artıq izahlar davam edir. Burada ikinci hissəni bitirib ümumi qeydlər, ümumiləşdirmələr aparıb, tam yenə ətraflı dərin izahlarla abituriyent MX sertifikasiya olimpiada üçün ən dərinliyinə kimi xırdalıqlara toxunmağa davam edirik. Baxaq ikinci hissəyə. Deyir Heydər Baba yenə müraciət var, amma hər bənddə yox, hər misrada yox, müraciət yoxdur. Yəni bəzi bəndlərdə görəcəyik ki, yoxdur. Hər bənddə misrada müraciət yoxdur. Heydər Baba, gəldim səni yoxlayım. Demək kim yoxlamağa gəlib Heydər Baba? Bir də yatam qucağında yoxlayam. Ömrü qovam, bəlkə burada haqlayam. Uşaqlıqda deyən bizə gəlsən bir, aydın günlər ağlar yüzə gülsən bir. Demək uşaqlığa deyəm. Aha. Aydın günlər ağlar yüzə gülsən bir. Aha. Heydər Baba çəkdin məni gətir. Deməli bunu çəkib gətirən Heydər Babadır. Yəni dağ adıdır. Yəni burada simvolik mənada. Yurdumuza, yuvamıza yetirdin. Yusifivi uşaq kəndirirdin. Burada Yusif deyərkən peyğəmbəri nəzərdə tutub. Yəni peyğəmbəri nəzərdə tutub. Yəni burada peyğəmbər Yusifə bənzədib. Yusif peyğəmbər deyir uşağı kəndirirdin. Başqa Yusifə bənzətmə hansı əsərlərdə var desək, bunu yazaq. Deməli, peyğəmbərə bənzətmə. Biz bunu Dərzi şagird Əhməddə görürük ki, nağılı. Müəllif bəli deyil də bunu. Nağılı. Buradakı Əhməd, Qaravaş onu nəyə bənzədir? Yusifə bənzədir. Deyir, elə bir ki, Yusifdir, qəbirdən çıxıb. Bir də harada görürük? Yusif peyğəmbərə bənzətməni. Hüseyn Cavidin ana faciəsi. Orada da Səlma ana Qanpolada bənzədir. Aha. Ona görə bunları da nəzərdə saxlayaq. Deyir, qoca Yəqub itmişsən də tapıbsan, qavalayıb qurd ağzına qapısan. Qoca Yəqub burada kimdir? Bunu da qeyd edirik ki, özün Yusifə bənzədir. Heydər Baba dağın da qoca Yəquba bənzədir. Aha. Keçək digər hissəyə. Burada artıq yeni nənəsindən danışır. Ümumiyyətlə, buraya yazaq. 4 nitq xatırlanır. İndi burada görəcəyik. 4 nitq xatırlanır. Kimlərin nitqi? Birinci, nənəsin deyir. Burada görəcəyik. Nənəsin. Sonra öz ürəyin deyir. Öz ürəyin. Sonra gəlir üçüncü dəfə dağın nitqi. Heydər Baba dağı. Dördüncü olaraq kimin nitqidir? Nənəsi. Nənəsinin nitqi. 4 nəfərin nitqinə burada rast gəlir. Gəlin baxaq. Deyir, gedənlərin yeri burada görünür. Xan nənəm ağ kəfən bürünür. Ağ kəfən bürünən kimdir? Xan nənəm. Yəni dalımcadır. Hara gedin? Sürünür. Bala gəldin, niyə belə gec gəldin? Bala gəldin, niyə belə gec gəldin? Yəni bunu deyən nənəsi deyir. Səbrim səndən güləşdi, sən güc gəldin. Sonra deyir, zaman keçir, üfüqlərdə toz qalır. Karvan kimi uzaqlarda toz qalır. Duman gəlir, ürəkləri sulğalır. Ürək deyir. Burada da artıq ikinci kimdir? Ürək. Burada birinci nənədir. Burada ikinci ürək deyir. Zaman keçmə, amandır. Keçənlərdə gözüm var, bir dayandır. Aha. Keçdik ürəyindən, sonra keçirik. Aha. Çox şükrü var.
Yenə gəldik, görüşdük. Aha. İtənlərdən, bitənlərdən soruşduq. Küsmüşdük, Allah qoysa barışdıq. Bir də görüş qismət ola olmaya, ömürlərdə fürsət ola olmaya. Deyir, bir də görüş, bax, bir də görüş qismət ola olmaya. Bu şeirin məzmununu analogiya, ortaqlıq yarada bilərik. Həyat sevgisi şeirinə Mikail Müşfiq. Yəni məzmun ortaqlığı, analogiya yarada bilərik. Bu hissəni mütləq yadda saxlayaq. Sonra keçək digər yerə. Burada xəyal meydanları genişdir. Dağlar, daşlar bütün mənlə tanışdı. Görcək məni Heydər Baba danışdı. Deməli, danışan kimdir? Heydər Baba. Artıq 3-cü nəfər nitqə. 3 nitqə rast gəlirik. Nitqə rast gəlmə. Bu nə səsdir? Sən aləmə salıbsan. Gəl bir görək gözün harda qalıbsan. Aha. Gəl bir görək özün harda qalıbsan. Aha. Bu hissəni də bizə aydındır. 3-cü dəfə deyir. Sonra bu xırmanda Ardanxır oynardı. Ardanxır oynadı da. Oynadı. Yenə oyun, şifahi xalq ədəbiyyatı. Ş-f-ə. Comalaşıb qarışqa tək, yəni qarışqa kimi oynadı təşbeh. Yavaş-yavaş bağçalarda ağnardı. Ağaclardan çilik ağac kəsərdik. Çilik ağac kəsərdik. Bu da əslində oyundur. Oyun qeyd edək. Bu da şifahi xalq ədəbiyyatı. Deyir, çilik ağac kəsərdik. Çilik ağacı bir oyun növüdür. Oyunla çilik ağac kəsərdik. Aha. Qoruqçunun qoxusundan əsərdik. Yəni kimin qorxusundan əsərdik? Qoruqçunun. Aha. Ona görə oynamışdı. Çilik ağac kəsilmişdir. Sonra bu tövlədə sarı inək doğardı. Xanım, nənəm inəkləri sağardı. Yenə nənəsi sağardı. Aha. Ana isi dam divardan yağardı. Mən buzovu qucaqlayırdı. Nəyə buzovu? Qaçmasın, qaçmadığına görə. Yazı səfərin fikrim. Deyərdi, bax, badiyə olsun, daşmasın. Deyərdi, bax, badiyə olsun, daşmasın. Bunu da 4-cü nitq, yəni nənəsi deyir. Aha. Bu hissəyə deyirik ki, uşaqlıq xatirəsi. Şairin uşaqlıq xatirələri. Yəni nənəsi deyərdi. Bax, badiyə olsun, nənəsi deyir. Aha, bu sarı söhbəti miqdə. Miq sertifikasiya üçün, olimpiyada üçün. Sarı söhbəti harda vardı? Sarı söhbəti bu, yəni sarı rəng söhbəti, qeyd üçün yaza bilərsiniz ki, İsa Hüseynovun Zəhər hekayəsində də orada Görgənin ağzına Görgənin ağzında gələn rəng də sarı rəngdə idi. Qeyd kimi. Aha. Deyir bu damlarda çoxlu cızıq atmışam. Nə atıb? Çoxlu cızıq. Uşaqların aşıqlarını udmuşam. Qurquşunlu saqqa alıb satmışam. Nə alıb satıb? Satıb. Qurquşunlu saqqa. Uşaq necə heç zindandan şad ola, zindandan yox, üzr istəyirəm, səhv oldu, zadından. Aha, şad ola, indi bizim qəmi tutmur dünyalar. Yəni bizim qəm deyir, dünyanı tutmur. Məqama da mütləq diqqət yetirək. Aha, məktəb qalır, uşaqlar dərs alır. Bu iki hissə adlandırıram və yazılsa qeyd kimi yaxşı olar. Aha, şairin məktəb həyatı. Deyir, məktəb qalır, uşaqlar dərs alırlar. Hey yazırlar, hey pozurlar, hey təkrar. Aha. Hey yəni yazırlar, durmadan yazırlar, durmadan pozurlar. Bu zərf daha hey olaraq, yəni nidadır.
nə də ki ismdə. Hey qalmadı dizimdə, taqət burada ism olardı. Nə nidadır, nə də isim, yəni zərf yazırlar. Buradan dil qaydasına keçsin. Aha. Hey yazırlar, pozurlar. Molla İbrahim özü evi qalırlar. Molla İbrahim burada bir obrazdır. Yəni yenə özü evi qalırlar, amma bizim yoldaşlardan qalan yox, bunlardan bizi yada salan yox. Bunlardan biri bizi yada salan yox. Aha. Molla obrazı. Başqa harda var idi? Nəcəf bəy Vəzirov. İndi yenə toxunacağım. Müsbət Fəxrəddində də var idi. Amma burada toxunmayaq. Bundan sonra kimdə toxunacağıq? Yəni, bunu siləm. Axund idi orada. Molla deyir uşaqlardan sonra gəl bu indi bu məqamlarda deyəcək. Özü evi qalırlar. Aha. Buralarda bizi yada salan yox. Aha. Bir vaxtında bu məktəb pərgar idi. Bir Müseyib, bir Məmmədhəsən vardı. Hüseynlə Məmmədhəsən sinif yoldaşları. Sinif yoldaş. Şairin sinif yoldaşları. Yoldaş. Etdim. Aha. Deyib biri xəlfə idi, biri də vəzirkar idi. Aha. Xəlfə nə deməkdir? Xəlfə yəni sinif komandası, sinif köməkçisi, sinif nümayəndəsi. Vəzirkar deyə biri o idi, biri də vəzirkar. Vəzirkar da yəni onun köməkçisi. Axund bizdə oynamağa gedib. Axundun oynaması, mollanın oynaması bayaq deyəcəyim məqam. Bu məqam, yəni ortaq məzmun kimi Nəcəf bəy Vəzirov da Müsbət Fəxrəddin. İkinci məclisdə deyirik. Əsərin özünü açıb oxuyanda görə bilərsiniz. Müsbət Fəxrəddin. Özü bizlə oynamaq öyrədərdi. Aha. Aha. Sonra bu hissə. Bu hissənin adını deyə bilərik ki, şairin yaşayışından şikayət. Şairin yaşayışdan yaşayışdan şikayət. Yəni belə adlar verməsi daha yaxşıdır ki, test suallarında, çaşdırıcı suallarda çaşmır. Yəni üzərində belə qeyd tutsaz pis olmaz. Dedim balam, müraciət. O Məmmədsən nə olubdu? Məlum oldu tifil bala ölübdü. Nə tifil bala? Nə var? Təkir. Burnundan qan gəlibdi. Burnundan qan gəlmir. Yəni ölməyinin səbəbi. Bir yel əsir, baxırsan Məmmədhəsən, bir kənddə burnu qanı kəsən yox. Deməli, bu problem başqa hansı yerdə verilib? Mirzə İbrahimovun bir dənə əsərdə imtahan düşür. O yerində də buna yer verilib. Yəni gələcək gündə də həkim axtarışına. Aha. Bu kənddə bir burun qanı kəsən yox. Sonra baxaq digər yerinə. Yaşayışdan şikayət motivi. Dedim deyim müsibə nə gəlib. Yaşayışdan şikayəti biz buradan da görürük. Davam kimi. Dedim deyin müsibə. Müsibə də onun yəni sinif yoldaşıdır. Buradan da yaşayışdan şikayət var. Deyir. Dedim deyim müsibə nə gəldi. Qulam gördüm ağlar göz gəldi. Burada da artıq bir problem səslənir. Problem yenə. Dedi o bahalıq düşdü öldü. Ölməyinin səbəbi. Deməli, Məmməd Sadıqın ölməyinin səbəbi birinci deyilir. Məmməd Sadıqın, Məmməd Həsən birinci ölməyinin səbəbi deyil, üzr istəyirəm. Məmməd Sadıq ayrı obrazı. Damları suvaran. Məmməd
Məmmədhəsənin ölməyinin səbəbi bunun qanını kəsməmək idi. Yəni bir dənə bunun qanı kəsən həkim yox idi. Burada da Bahalq düşüb öləndə Müseyib idi. Onun da ölməyinin səbəbi bu idi. Yəni burada da problem var, yaşayışdan şikayət. Dedim, yazıq bizlə hasil bölənlər, bitməyəndə azlarından ölənlər. Aha. Burada da bu məktəbdə şeir şəhdini dadmışam. Şairin məktəb həyatı yenə belə başlıqlar verilsin mütləq. Bu məktəbdə şeir şəhdini dadmışam. Axundun ağzından qapı budmuşam. Deməli, qapı budmuşam. Gah bir axunda aldadıb, başım ağrır deyə qaçıb getmişəm. Axundu aldadıb. Yəni bu hissədik axundu aldadıb. Bağçalarda gedib gözdən itmişəm. Azad olanda məktəbdən çıxardıq. Hücum çəkib biri birin sıxardıq. Yolda hər nə gəldi vurub yıxardıq. Azad olanda məktəbdən çıxanda azad məktəbdən çıxdıqları vaxt azad olurdular. Aha. Uşaq demə ipin qırmış danadır. Burada yazırıq ki, qarşısına uşaqları bənzətmə. Dana kimi uşaqları bənzətmə. Nəyə bənzədir? İpi qırmış dana. Bir dana demə 50 danadır. Aha. Sonra keçək. Kəndli yazıq deməli. Deməli kəndli həyatından danışır. Deməli buraya yazaq kəndli həyatı. Kəndli həyatı. Kəndli həyat bu üç hissə kəndli həyatı deyirik. Başqa üçündə yəni var. Kəndli yazıq çıraq tapmır yandıra. Deməli nə tapır? Çıraq tapmır yandıra. Görüm sizin bəriniz qalsın andıra, yəni işıq qalsın andıra. Kim bu sözü ərbablara qandıra? Nədir axı bu millətin günahı? Aha, tutsun görüm sizin məzunların ahı. Deməli burada yazsa ki, yaşayışdan şikayət bu da var. Bu motivi də görə bilərsiniz. Aha. Bu kəndli yazıq çıraq tapmır yandıra. Görüm siz nədir bu millətin ahı? Görüm siz tutsun məzunların ahı. Görüm tutsun sizin məzunların ahı. Bunu biz Sabir yaradıcılığı ilə də əsərlərinə də deyə bilərik. Sabir yaradıcılığı yazın. Sonra kim bu sözü ərbab məsələsi? Ərbablara qandıra. Ərbablara əslində bu məsələ gələcək gündə də toxunur. Balaca yazdım. Türkün dilində də ərbablardan danışır. Türkün dili orada deyir ki, Türkün dilində deyir ki, bunların qanı təbii olmaz. Gələcək gündə də ərbabların insanlara zülmünü görürük. Başir Məmməd oranı oxuyanda görünür. Yəni məzmunlarla az olsa analogiya yarada bilərik. Sonra hər nə alır baha verir qiyməti. Bu artıq ərbab haqqında ucuz fəqət əkinçinin zəhməti. Əkinçinin zəhməti ucuzdur. Burada artıq əkinçi şeiri Mirzə Ələkbər Sabirin, Sabir yaradıcılığı ilə. Aha, əkinçi şeiri bitənin artıq biçən ücrəti kənd uşağı gedir yolda işdə. Orada bəlkə qəndi tapar işdə. Kəndlərin acından ölməyi bu türkün dilində də var idi. Hətta bunu burada bir yerdə də görə bilərik. Yəni başqa məqamlarda da görə bilərik. Yəni burada da yenə yaşayışdan şikayət var bu hissəyə. Kəndlinin həyatından yaşayışdan şikayət.
Bu motiv. Aha. Deyir kəndli gəlin kimi dünyanı bəzər. Öz övrəti yamaq yamağı düzər. İynə bəzər xalqı lüt gəzər. Tapmaca cavabı ilə. Aha. İndi də var çarşaflar al. Baxad uşaqlar qıç pasası çılpaq. Uşaqların deyir ki, qıç pasası çılpaqdır. Türkün dilində də deyir ki, çöpə dönüblər. Yəni bu məqam Türkün dilində də. Yəni məzmunla biraz ortaq cəhət yarada bilərik. Aha. Sonra keçirik. Bu zəmidə gedib gözdən itərdik. Gözdən itərdik. Tonqal vurub sütülləri ütərdik. Deyib gülmək muradına yetərdik. El də gülsün muradına yetişsin. Ürəklərin yaraları bitişsin. Ürəklərin yaraları bitişmək. Burada Cənubi Azərbaycan və Şimali Azərbaycan toxunulur. Cənubi Şimali Azərbaycan, yəni otaylı butaylı vətən mövzusu əslində biraz çox yazıblar bu arada. Düşən əsərlərdən deyim, olimpiyada üçün deyim, abituriyentlər üçün deyim. Məhəmməd Hüseyn Şəhriyarın özünün Azərbaycan şeirində yaradıcılığında görmüsünüz. Yəni bu Azərbaycan şeiri farsça idi, dilində yazım. Daha xırdalığına kimi. Sonra başqa hansı əsərlərdə Cənub-Şimal mövzusuna, otaylı butaylı Azərbaycan, Şimal-Cənub Azərbaycan mövzusuna toxunulur. Bu farsça olan şeirini yazdım. Sonra Süleyman Rüstəmin Təbrizim şeirində, otaylı butaylı Azərbaycan, yəni Təbrizim şeirində. Sonra İlyas Əfəndiyev, qeyd kimi mütləq tutsa yaxşı, İlyas Əfəndiyev, Xurşid Banu, Mik üçün dönəmdir, ümumiyyətlə üçün. Natəvan dramı, Mirzə İbrahimovun Azad hekayəsi, Azad yazdım. Sonra Bəxtiyar Vahabzadənin İstiqlal poeması. İstiqlal poeması. Bu poema Heydər Bəbəkyanın lirik poemadır, yadımızda saxlayıb, epik poema deyil. Bunlarda yəni toxunulub Cənub-Şimal Azərbaycan mövzusuna, otaylı butaylı vətən. Mütləq yadımızda saxlayaq. Aha. Heydər baba, səndə dəfinələr var. Dağların vədiyəsi xəzinələr var. Amma sənə bənzər də sinələr var. Bu sinələr dağlar ilə danışır. Nələr dağlarla danışır sinələr? Dağlar kimi göylərlə qonuşur. Yəni, yenə metafor. Heydər baba səni vətən bilmişdim. Vətən deyib baş götürüb gəlmişim. Yəni Heydər babaya. Yəni bu dağa, Heydər babanın. Aha. Səni görüb göz yaşımı, neyinib göz yaşını silib? Deyir, səni görüb göz yaşımı silmişdim. Halbuki lap qəmli qürbətsən. Qəmli qürbət. Burada epitet var. Əslində hamısı xırdalaya bilərik. Acı şərbət, qəmli qürbət. Aha. Qəmli qürbətdə epitet var. Qara zindan. Acı şərbət səndəymiş. Qara zindan söhbəti hansı əsərdə var? Bu Qara zindan söhbəti Səməd Vurğunun Vaqif dramında var. Deyir zindan necədir? Qaranlıq zindan. Orada Qacardır. Deyir soyuq zindanda həqiqətdə var. Bu onların dialoqunda maraqlı görmək oldu. Qara zindan söhbəti, yəni Səməd Vurğunun Vaqif dramında da var. Sonra kim ki qaldı bizə buğum vurmadı. Altdan bizə kələk qurmadı. Bir mərd oğul bizə havar durmadı. Aha. Deyir ki, mərd oğullar da o ki, deyirdi birincisindən sonlarına yaxın. Burada deyir ki, bir mərd oğul bizə havar durmadı. Şeytanları qucaqlayıb gəzisiz. İnsanları ayaqlayıb əzisiz. Niyə əzdisiz insanları ayaqlayıb?
Aha. Sonra divar ucaldı, gün bizə düşmədi. Zindan qaraldı, gözü seçmədi. Yazı səhvlərini o qədər diqqət et, seçmədi olmalı, seçmədi yazı. O dövrün yazı qaydası beləmiş. Gündüz gözü mənim lampam keçmədi. Sel də bastı, evimiz emmiz yazıb. Emmiz dolub göl oldu. Yəni nə dolub göl olub, ev sel də basıb. Aha, çox yazılan evi dönüb sel oldu. Yəni burada da yenə xalqla bağlı məsələ, kəndlinin həyatı, xalqla bağlı məsələ. Aha. Sonra deyir bu bağçadan alçaları dərərdik. Aha. Qış adına çıxıb damda sərərdi. Heydə çıxıb yalandan çöndərərdi. Quş sumarın yayda yeyib doyardıq. Qış sumarı yəni burada nədən danışır? Yəni alçanı qurudub saxlayıb yeyirdilər. Aha, bir də külli miqdara qoyardıq. Külli, aha. Yəni hamısı. Deyir, minnət xalqa qoyardıq. Bir külli də minnət xalqa qoyardıq. Aha. Burada uşaqlıq xatirələrini deyə bilərik. Yenə başlıq kimi burada yazırıq ki, uşaqlıq xatirələri. Sonra deyir, evlər qalır, ev sahibi yox özü. Ocaqların ancaq işıldar közü. Gedənlərin az çox qalıbdır sözü. Gedənlərin deyir, az çox sözü qalıbdır. Bizdən də bir söz qalacaq ay aman. Kimlər bizdən söz alacaq? Söz salacaq ay aman. Ay aman, ay aman sözləri rədifdir. Yəni qalacaq, söz salacaq. Yəni rədif, burada rədif işlənib, bax diqqətli olaq. Bizdən də bir gedənlərin az çox qalıbdır sözü. Bizdən də bir söz salacaq. Burada yəni gələcək nəsillə bağlı sözlər. Bu hissəni yazırıq ki, gələcək nəsillə bağlı sözləri qıraqdan yazırıq. Aha. Sonra burada aşıq deyir. Bax, aşıq deyir. Öz yox, aşıq deyir. Aşıq deyir. Bir nazlı yar var imiş. Yəni 5-ci artıq 4 nəfər deyirik, 5 nəfər nitqi var imiş. Onu da buradan düzəldək. Axırda da 5-ci nəfəri. 4 bir dəqiqə bura yazmış ki, nə yazmış bura? Dayan. Burada birinci hissəni bitirmişik, ikinci hissədə deyirik nitqlər. İkinci hissə bir dəqiqə. Burada 5 nitq xatırlanır. 4 yox, 5 nitq xatırlanır. 5-ci nitq nə idi? Aşıq deyər, bu aşıq demiş. Bir nazlı yar var imiş. Eşqindən otlanıb yanar var imiş. Bir sazlı sözlü şəhriyar var imiş. Deməli, sazlı sözlü kim var imiş? Şəhriyar. Və burada görürük ki, son bənddə öz adını çəkmir. Son bənddən bir bənd əvvəl. Yəni bu məqama diqqət edirik. Odlar sönüb onun odu sönməyib, fələk sönüb onun çaxı dönməyib. Aha. Sonra deyir, Heydər baba alçaqların köşk olsun. Bizdən sonra qalanlara eşq olsun. Keçmişlərin gələnlərə məşq olsun. Övladlarınız məzhəbini danmasın. Yəni ki, öz əqidəsini, yolunu danmasın. Hər heç boş sözlərə aldanmasın. Yenə burada da nə əks olunub? Gələcək
Nəsillə bağlı sözləri. Nəsillə bağlı sözləri. Aha. Belə bu qədər bitirdik. Amma ki, ümumi qeydlərimizi deyək. Deməli, heca vəznini dedik, bəhtlər şəklində və süjetsiz avtobioqrafiyaya cəlb. Bunun izahı əvvəldə vardı. Ana dilimdə yazılıb bu əsər, amma müqəddiməsi farscadır, yadımızda saxlayaq və niyə müxəmməs olmadığında əvvəldə açıqlamışıq və hansılar beşlik şəklində olsa da müxəmməs olmadığında qeyd olunur. Heydər Babayev Salam əsəri deyirik ki, şairin öz keçmişinə, yaşamış olduğu həyatına səhhət edib. Bu, yəni bu əsər retro da deyə bilərik. Retro üslub və yaxud da nostalji. Bu üslublarda yazılıb, bu üslubda yazılıb. Və bu ikinci hissə realist özünü göstərir. Birincidə romantik duyğular, bu da realist duyğular əks olunub. Birincisi romantikdir, ikincisi realist duyğular. Bunu da mütləq qeyd edirsiniz. Bu dedik retro nostalji üslubdadır. Bu təkcə bu əsərdə deyil, yəni qeyd edirsiniz ki, biri Heydər Babaya Salam poemasıdır. Poeması deyərkən, yəni bayaq da lirik dedik, açıqladıqda lirik epikdir və yaxud da qısa desək lirik poema olduğunda açıqlamışıq. Sonra bir də Qızıl Gül olmayaydı. Onun da müəllifi yəqin ki, məlumdur. Bununki Məhəmməd Hüseyn Şəhiyyədir, onunki Mütəzzidə Rəsul Rza. Ki, onda da retro üslubu var. Burada əsas obraz əsas obraz budur, şairin özüdür, şair. Və hadisələr onun dilindən danışılır və o milli şeirin sərkərdəsidir, qayğılı düşüncəli vətən oğludur. Və Heydər Babayev Salam poeması Şəhriyərin yaradıcılığının zirvəsi hesab olunur və bu şeirin sadə, anlaşıqlı formada yazılıb. Sadə, anlaşıqlı formada yazılıb. Bu baxımdan hansı əsəri xatırladır bizə? Səməd Vurğun, yəni beşlik şəklində yazılan Azərbaycan şeiri. O da sadə, anlaşıqlıdır yazılıb. Müqayisə oluna bilər və bədii tərənnüm burada xüsusi haldır. Sonra bu əsərin yazılma səbəbi, yəni burada məsələn yazıb deyəm. Deyir ki, başqa nəsə yazıb bununla bağlı? Yox. Dərsliyin özündəki hissələri oxuyaq, əlavə qeydləri deyəcəm. Lirik poema olduğunu görürsünüz, qeyd ediblər. Aha, Xoşginab oxumuşuq, Şəngilova, Qayra Qurşaq. Bunlar da mütləq adını yanınızda saxlayaq, genişində var. Amma ki, burada veriblər. Aha, iz buraxıb bunlar və bədii lövhələrlə çevirib. Poetik abidədir. Ana dilimizin möhtəşəmliyini təsdiq edən poetik abidədir. Bunu mütləq yadımızda saxlayın. Şifalı xalq ədəbiyyatı görürsünüz. Yəni buna hər biri oradan seçilib yazılıb. Aha. Poetik qüdrətini artıran amil nədir? Əsərin bədicətini oxunaqlı eləyin, bədii təsir ifadə vasitələri, sözlərin seçilməsi. Yəni nəzərə almaq yanaşı, müəllifin bəzən üstörtlü ifadə etdiyi mühüm mətləblərdir aydınlaşdırmaq. Aha. Sözlərin uğurla seçilməsini deyə bilərik. Əlavə artıq qeydlərimizi deyək. Deyirik ki, bu poema yazılma səbəbi haqqında danışım. Yazılma səbəbi, bura uzun-uzun yazmaq istərdim. Yazılma səbəbindən odur ki, yəni xəstə olarkən ona qulluq edən anası Kövkər bilirik yaradıcılığından ki, ona deyib ki, oğlum sən böyük şair deyilik, amma onun əsərləri daha çox farscadır da. Deyir, amma mən sənin əsərlərini anlamıram, o ana dilində bilirdi. Ona görə bu söz ona təsir edib, o ana dilində yazmağa başlayıb. Digər səbəbində şairin özünü haqqında oxuyan deyir ki, mən uşaqlıq illərimdə bərabər oynadığım yerlər haqqında yazmaq arzusundaydım. Yəni ona görə bu Azərbaycan dilində yazmaq poeması, amma ki, daha çox səbəbi birinci dediyimizdə bu əsərlərin yazılma səbəbi bir bunun Heydər Babaya Salamda görürük. Yəni müəllif onsuz da yazılmışdı. Aha poeması. Yəni Mır Şəhriyar. Başqa hansı əsərlərin yazılma səbəblərini biz ortaq cəhət kimi götürə bilərik? Məsələn, elə deyim birim.
Türkün dili qəzəl məsələni sıxışdırılmaya görə yazıb. Yəni ortaq cəhət. Bunu da Şəhriyar öz yazıb. Bir də ortaq cəhət kimi yazma səbəbi Molla Pənah Vaqif də bilirik ki, P-da yazılar Molla Pənah. Vaqif yazdım. Xahiş ki, yoxdur qoşması haqqında deyilir. Orada xalqın vəziyyətini göstərmiş ki, Ürəhməni xan oradan çıxsın, getsin. Xahiş ki, yoxdur qoşmasının yazması haqqında rəvayətdə mövcuddur. Yəni yazma səhvləri məlumdur. Heydər Baba burada dağ adıdır və bu Heydər Baba dağı vətənin rəmzidir. Bunu sənət dağı da hesab eləmək olar. Yəni bu sənət dağı da hesab eləmək. Yəni şairin yaşadığı dövrün bütün hadisələrin canlı şahidi olub və onu şair sinəsinə köçürmüş və bir tribuna kimi istifadə edib burada öz arzu istəklərini bəyan eləmişdi. Bununla da Məhəmməd Hüseyn Şəhriyar şairimiz. Sonra başqa bu əsərin 2 hissədən ibarət olduğunu biz gördük. 2 hissədən ibarətdir, mütləq qeyd edirik. Deməli, poema 2 hissədən ibarətdir. Deməli, birinci hissə romantik duyğular əks olunub 1951-ci ildə çap olunmuşdu. 77 və yaxud da bəzi 78 bənddən ibarətdir. Və birinci hissə Tehranda çap olunub. Və burada romantik duyğular. İkinci hissə haqqında danışır. İkinci hissə 1953-cü ildə Xoşginaba qayıtdıqdan sonra olub. Sonra çap olunub və bu hissə 48 bənddən ibarətdir. 48 bənd, bəzən 49, yəni 48 bənd hesab 48 bənddən ibarətdir və burada realist düşüncələri real planda olduğunu görürük və burada toxunduğu münasibət bildirdiyi problemlər çoxdur. Sonra burada doğma xalqına münasibəti də biz görürük. Burada obrazlardan biraz danışaq. Şəngülümün nağılına danışıb. Sonra Qarı nənə danışıb. Bunu mütləq gəlin. Əməcanın adı çəkilib 2 dəfə. Bir dəfə bal, yağ söhbətinə, bir dəfə də ağacdan at düzəldib oynaması. Sonra Həcə xanımın paltar yuyması, Məmməd Sadın damları suvarması. Sonra dostları İrza və Əlinin adını çəkir birinci hissədə. İrza buna yaşılaşıq verir. Əli buna Novruz gülü dərir. Sonra Xoşginab mühitindən danışıb. Burada onun bütün çalarları əsas rəngləri ilə göstərib. Həmçinin Heydər Baba dağın burada uşaqlıq qibləgahı adlandırıb Məhəmməd Hüseyn Şəhriyar. Yer üzün qibləgahı söhbətən Badisaba mənim dərd dilimdə idi adlandırma. Sonra burada Heydər Babadan, Xoşginabdan, Şəngülabaddan, Quru Göldən, qazlarından danışıq, Qaraçimən kimi vətən rəmzi kimi təqdim olunur. Burada təbiət mənzərəsi, elə bir təbiət mənzərəsi, adətən hadisə yoxdur ki, ictimai-siyasi poemada toxunmaz. Sonra məzmunlar haqqını qoruyan burada biraz baxsa, Amir Qafarla yanaşı bəzi adlarda deyir, Mir Qafar idi, Mir Salih, Mir Heydər, mütləq yazın. Heykəli Tolstoy baba Mustafa dayı idi. Sonra Mirzəfər sonra obrazda var burada. Sonra Xoşginabın gülü Firzə xanım da deyə bilərik, nənə qızın deyə bilərik. Sonra Axund Molla İbrahim, məsələn, müsbət fəxrən Axund obrazını uşaqla oynayır. Müqayisə Məmməd Həsən deyirik ki, həkim tapılmadığından ölüb. Müseyib acından ölüb. Yəni mütləq o hissələrə baxırıq. Və bu əsər haqqında xalq danışıq dilinə yaxındır ifadəsi də düzdür. Və burada deyirik ki, yalnız təbiət lövhələri etnoqrafik məqamlar deyil, həmçinin psixoloji hallardır, insan əhval-ruhiyyəsinin təsviri. Burada Qarı nənənin nağıl deməsi, burada qurd gecə şəngülüsü yeməsi məqamına toxunub. Sonra Novruz adət-ənənələrindən danışdıq. Əsərin mövzusu nədir? Əsərin mövzusu ideyasına bağlı danışaq. Əsərin əslində mövzusu çoxdur. Amma qısa desək, Cənubi Azərbaycanda yaşayan
yaşayan soydaşlarımızın taleyi. Amma əsərin ümumilikdə mövzusu çox. Toxunan mövzuları danışacağam. İdeyası. Axırda toxunacaq ideyası. İdeyası deməli birinci hissə və ikinci hissəyə görə böləcək. İdeyası zəngindir bunun. Birincisi vətən sevgisi və təbiət gözəlliyi. İkinci hissəsinin ideyası nədir? İkinci hissəsi yenə vətən sevgisini deyə bilərik, görürük ideya kimi və tale yüklü problemlər. Tale yüklü problemlər. Çox getmir. Və birinci hissədə deyirik ki, şairin romantik üslubda daha çox yazıb, romantik cəhətdən çıxış edib, ikinci tərəfdə realist. Poemanın ikinci hissəsində biz Şəhriyarın Təbrizdəki müşahidələri əsasda yazıb, dedik 1953-də Xoşginaba gəldikdən sonra yazıb. Burada konkret problemlərə yer verilib. Birincidə onun gerçək mövqeyi idi. Gerçək mövqeyi yoxdur, yəni romantik dünyası idi. İkincidə artıq gerçək mövqeyi realizmdir. Burada təsvir təhkiyən az olduğunu dedik. Və bu şeir, bu poema Azərbaycan xalqı üçün mütləq qeyd edirik. Ana layləsi qədər əzizdir. Və bəndlərində hər bir fikir bitkindir. Bu məqamı da yadda saxlayırıq. Sonra da müqayisəsindən əsərdə toxunduq. Çox danışmaq istəmirəm. İkincisinin vəziyyəti ərbabları qarşı, ikincisi şeirlə ortaq, sonra onların düşdüyü vəziyyət gələcək gündən romanının ortaq cəhət, sonra darda qalıb bağıran şairin burada məqamı gələcək, burada nikbinlik var, ümidlə baxma var. Yəni bədbinlik yoxdur. Bu fikir səhvdir. Nikbinlik ümidlə baxmadır. Və burada problemin həlli olaraq deyir ki, namərdlərin burnunu ova bilən mərdoğulların doğulması. Yəni problemin həllini də verir. Biz bunu dedik. Sonra ikinci hissədə biz deyə bilərik daha çox şikayət motivi güclüdür. Sonra bir də problem kimi kəndlərin burada problem kimi deyə bilərik ki, kəndlərin yoxsul həyatı, vətən ikiyə bölünməsi, sonra burada yamanlığın yaxşılıq üstləməsi deyə bilərik və yenə vurğuladığımız kimi deyək, burada gələcək inam var, nikbinlik var. Yəni burada bədbinlik məqamına yer verin və əsərdə ciddi ictimai-siyasi problemlər, mətləblər var, hansı ki biz bunları əsərdə şeir parçalarında toxunduq. Yenə Tringə birinci hissədə danışmağım haqqında bunu mütləq qeyd edək. Yəni çox deyirəm ki, daha yaxşı yadda qalsın. Poemada canlandıran obrazlar sizə çoxdur. Biz danışdıq. Məsələn, Aşıq Rüstəm başqa aşıq obrazlar danışdı ki, Seherkəs, Aşıq Abbas Sübhanqanlı, Ələsgər Paltaryan Həcə xala idi, Damları Süvarə Məmməd Sabit idi. Gözəl obrazları, həmçinin həm yaşıdları idi. Öz haqqında olan yerlərdə baxırıq. Nənə qızın gözləri, Əşxəndənin sözləri, Seyidlərin tacı Məzmunlar Ahan qoruyan Amir Qafa, yaraşıqlı Tolstoya bənzədilən məclislərdə olan Amir Qafar idi. Yox, Mir Mustafa idi, üzr istəyirəm. Süfrəyi kişi xalqın əlindən tutan gözəllərin axırdan qalmışı olan müəllifin atası idi. Süfrəyi kişi olması Elçin Talvar obrazının Talvar hekayəsində Əli Abbas kişinin ortaq cəhəti idi. Uşaqların oynayan Axund idi, hansı ki biz bunu deyirik ki, Molla İbrahimdə ortaq cəhət kimi Müsbət Fəxrəddinin yəni Nəcəf Eyvəzovun yazdığı əsərdə faciədə görürük ki, ikinci məclisdə orada Axund uşaqların oynaması, burnu qanayıb bölən Məmməd Həsən idi, aclıqdan ölən Müseyib idi, şal sallandığı ev Qulamgil idi, şanlı corab bağlayan Fatma xala idi, uşaqlıq dostu Əli İrza idi, sinif yoldaşları dedik ki, kim idi? Məmməd Həsənlə Müseyib, oynadıqların Ardanxı, Deçilik ağac, oxumaq istədiyim mahnı Çoban Qaytar quzunu, sonra Tirgəni də deyə bilərik, sonra Türkü deyir oxuyurdum. Sonra ad çəkilən nağıl, Şəngülüm, Şüngülüm, Məngülüm. Sonra qurd çəkiləndə dişini, bunu da yadımızda salaq. Sonra tapmacı ailənin bəzər özülük gəzər. Sonra bu əsərdə sürgün illərin ağır acısı əks olunmayıb, sürgün illərində yazılmayıb. Yəni yazılıb desə fikir səhvdir və ana dildə danışmaqdan söz açılmır. Və hər bənddə yeni deyilik, müraciət yoxdur, hər misrada yoxdur, sadəcə ümumiləşdirməli bəndlərdə var, yəni hər bənddə yoxdur. Və toxunulan mövzuları qeyd edək ki, burada hansı mövzulara toxunulub şair?
Əslində toxunulan mövzular çoxdur. Sadəcə ümumi toxunulan mövzulardan bir yerdən qeyd vermək istəyərdim ki, tam aydın, açıq-aşkar olsun. Toxunulan mövzular. Aha. Toxunulan mövzular hansılardır? Yazırıq. Vətən gözəlliyi. 2. İctimai-siyasi məsələlər. 3. Uşaqlıq illəri. 4. Gərək balaca yazardım. Milli azadlıq mübarizəsi. Sonra 5. Kəndlilərin yaşayışı, yəni yoxsul vəziyyətdə olması. Sonra buradan yazmalı. 6. Onsuz da dedikcə intiqimi saxlayıb qulaq assa qeyd tuta bilərsiniz. Sonra 2-yə bölünmüş vətən aclıq taleyi sözlə yazma yer olum. 2-yə bölünmüş vətənin acı taleyi. Aha. Sonra yer olaraq, yer qalsaydı yazardım. Aha, 7. Novruz adət-ənənələrindən danışın. Novruz adət ənənələri. Sonra 8. Kənd uşaqlarının təhsil ala bilməməsi. Təhsil ala. Kənd uşaqlarının təhsil ala bilməmələri. Sonra 9. Qalmadı yəni. Yaşayışdan şikayət. Sonra buradan yazın. 10. Yurda bağlılıq. Yurda sevgi və yaxud da yurda bağlılıq. Sonra 11. Əslində mövzular çoxdur. Öz ailəsi və babası haqqında. Və sair. Yəni başqa məqam görən olsa qeyd eləyər və biz də daha çox öyrənək. Amma bütün xırdalıqlarına kimi əsərdə toxundum, dedim, qeyd elədim. Ümid edirəm bu hissənin həm abituriyent, həm MİQ sertifikası olimpiyadaya hazırlaşanlar üçün böyük faydası olacaq. Buna əminəm. Oldu. Sağ olun.